Salam, çox hörmətli və dəyərli Maçdağ izləyicilərimiz. Bugün sizə Maçdağ qəsəbəsində Məmmədəyev dairəsinin yaxınlığında asfalt yoldan cəmi 20 metr məsafədə 3 sotun içində belə bir 6 qarajlı evlərlə tanış edirəm. Yanınıza gəlirsə, mən bu evlərin videolarını çəkmişdim. Gördüyünüz gibi bütün bu qonşuluqdakı evlər hamısı satılıb. Bu iki evdən başqa, bir qırmızı, bir də bu yaşlı gördüyümüz evdən başqa bütün evlər satılıb burada, məhəllədəki evlər. Evimiz ümumi 3 sotun içindədir. Yerdən kürsüldür, alt sisi qarajdandır. Altda otaqlar da mövcuddur. Yəni, bax göstərim sizə. Hündür maşın rahatlıqla yerləşərdə qaraja. Evin alt sisi də belə bir vəziyyətdədir. Təmiri yoxdur. Amma yuxarısı super təmirlidir. İstəyən olsa, nə vaxtsa, məsələn, alt sisi təmir etsə, hazır otaqlardır, sanuzeli falan ayrıdır. Yəni, təmir edib yaşamaq olar içində. Şimdi qalxaq evin yuxarı hissəsinə. Buradan görüm yol da düşməli. Göstərim sizə buradan maşınları yəni. Əsas yolun demişdim ki, kənarıdır da demək olar. Amma maşınlar özü hərəkət edir orada. Qapısına qədər asfaltdır. Cəmi 20 metr məsafəsi var. Keçir indi evin, bax bura koridor hissəsidir. Evimiz, deməli, yuxarı mərtəbəsi tam təmirlidir. Pol sisi laminatlandır. Sağda belə bir mətbəxidir ki, bu da şəbəkəsiz pəncərə ilə belə maraqlı bir mətbəxdir. Burada qonaq otağıdır. Gördüyünüz kimi televizor dekoruna qədər hazır düzəldilir. İstəyirsin kombinin xəttlər çəkilir gördüyümüz kimi. Bu elə belə bir şeydir, bütünləcək buradan. Bura kiçik bir yataq otağıdır, yəni uşaq otağıdır. Onu deyim ki, evimiz cütdaşlandır, yəni tək daş dövləsi ola bilməz bu evdə. Çox möhkəm tikilmiş evdir. Bura böyük yataq otağıdır. Qaz və suyu, işığı hamısı daimidir, bütün sayğaclarına qədər hazır yerləşdirilib. Bura digər yataq otağıdır, sonuncu yataq otağı belə vəziyyətdə. Yəni gir yaşı evdə. Bura isə sanuzeldir, gördüyünüz kimi. Bax, belə bir aksesuarlarına qədər tam hazır və yığılmış sanuzeldir. İndi keçək o bir evə. Sizə mənə bir videoda hamısını çəkin göstərim sizə. Keçək indi qonşuluğu evə çəkilib. Əziz izləyicilər, bax gördüyünüz kimi dediyim kimi o məhəlləsi belə bir asfaltdır. Keçək indi o bir evə. Bax bu ev çəkdik, indi keçdik bax bu evə. Bu da eyni sotlandır. Yəni eyni kvadratlandır. Evin yəni böyüklüyü olsun, otaqların sahəsi falan hamısı eynidir. Yerdən də kürsülüdür evimiz. Həmişə kimi. Qarajın çəkimsini üçün belə. Bu evin də yuxarı səsi çıxmıram. Çünki eyni proyekt olduğuna görə. Sizə sənədlərdən danışım. Deməli, evlərimizin, bu iki dənə evin gördüyümüz evlər, sənədlər kopça, xüsusi mülkiyyət çıxarışla. Qazı, su işığı hamısı daimidir. Qiyməti gəldikdə isə 130 min manat deyilir. Bu iki ev hərəsi. 130 min manat, 130 min manat. Yəni, real alıcı olsun, endirim olacaq ev sahibi tərəfindən. Bu və digər evlər tanış olmaq istəyirsə, səhifəmizdə evlərimiz çoxdur, mövcuddur. Girin, baxın inşallah. Bəyənin, zəng edin. Əlaqə nömrələrimiz də həm aşağıda da həm profildə qeyd olunub. Bizi izləməyi unutmayın, sağ olun.